Qədirxum hadisəsi, əzizlərim, elə bir hadisədir ki, bunun baş verməsində heç kəs baş verməsini inkar eləməyib. Yəni, bu hadisə olmayıb, bunu deyən müsəlman alimi olmayıb. Görürsən, mən müsəlman alimi deyirəm, ha? Demədim Əhl-i Beyt məktəbinin alimi. İndiyə qədər yer üzərində İslam alimi, müsəlman alimi olmayıb ki, bu hadisəni inkar eləsin. Həzrəti Rasulullah sallallahu aleyhi və alihi və səlləmin mən kuntu Mevla fəhəzə Aliyyum Mevla və yaxud mən kuntu Mevla fə Aliyyum Mevla sözün deməsin, bunu deyən olmayıb, bunu inkar eləyən olmayıb. Hə, 2-3 nasibi alimindən başqa. Nasibi bilirsiniz. Nasibilər Peyğəmbər və onun əhl-i beyti ilə düşmənçilik eləyənlərdir, ədavət eləyənlərdir. İl boyu toylarını saxlayarlar, bilə-bilə Aşura günü eləyərlər. Toylarını saxlayarlar, əhl-i beytdən kiminsə şəhadət günü həmən gün eləyərlər. O, nasibi deyərlər onlara. Onlar demək olar ki, bir ovuc qalıblar. Allah onların elə köklərini kəsib. Onların bir alimi olub İbn-i Həzm. Məsələn, o deyilmiş ki, yox, Qədirxum hadisəsi olmayıb. Belə bir xütbə olmayıb. 2-3 belə nasibi alimlərindən olub, biri İbn-i Həzm olmaqla, onlar inkar eləyiblər. İndi təsəvvür edin, İbn-i Həzm görün necə adamdır. Əbdülrəhman İbn-i Mülcəm barəsində danışanda deyir ki, Əbdülrəhman İbn-i Mülcəm iştihad elədi, xata elədi. Ona görə Həzrət Əlini vurmağında bir dənə savabı var. İştihad eləyib ki, vurmaq lazımdır, amma səhv eləyib də. Belə bir alimin sözü, əgər doğrudan da biz onun sözünə baxacaqsa, onda bizim dinimizə də, bizim imanımıza da vay olsun. Yaxşı. Bəs onda siz mənə sual verin. Deyin ki, bəs ixtilaf hardadır? Madam ki, Qədirxum hadisəsini inkar edən İslam və müsəlman alimi olmayıbsa, madam ki, Peyğəmbər salavatullah əleyh və alihin Qədirxumda bu mübarək xütbəsin söyləməsini inkar eləyən alim olmayıbsa, bəs onda ixtilaf hardadır? Bu sualı verin mənə. Cavabı, əzizlərim, cavabı bunun inkarında deyil, mənasının yozumundadır. Bir qism müsəlmanlar deyirlər ki, Peyğəmbər salavatullah əleyh və aleyh Qədirxumda Həzrəti Əlinin vilayət və imamətin bizə tapşırdı. Dedi, ondan müğayət olasınız. Bir qism alimlər isə deyirlər ki, həmən bu sözün mənası mən kuntu Mevla fəhəzə Aliyyum Mevla, Peyğəmbər bizə Həzrəti Əlinin sevgi və məhəbbətin bizə tapşırıb, deyib müğayət olun. Və ixtilaf bundadır. Fikir verdiniz əzizlərim? Yadınızda qalar inşallah. Deməli, məsələ Qədirxumun inkarındadır. Məsələ Qədirxumda Peyğəmbərin sözünün yozumundadır, təfsirindədir. Necə təfsir eləyəcəksən bu sözü? Əhl-i Beyt alimləri və imamları başda olmaqla, alimləri olmaqla biz də onların ardınca gedərək, biz demişik ki, Peyğəmbər salavatullah əleyh və aleyh Həzrəti Əlinin imamət və vilayətin bizə tapşırıb. Amma digərləri deyirlər ki, sevgi və məhəbbətin bizə tapşırıb. Mən bu neçə illəri, istər burada, istər digər ölkələrdə, şəhərlərdə, Qədirxumda söhbət eləyəndə Həzrəti Əlinin vilayətindən çox danışmışam. Bugün istəyirəm ki, elə o sevgi və məhəbbət yozanlar var, elə onların dilindən danışay. Elə bilən bu da yaxşı olar. Görəsən, Həzrəti Əlinin sevgi və məhəbbətin əgər Peyğəmbər bizə tapşırıbsa, məgər bu yetərli deyilmi? Baxın, mən bu günləri tələsik sizə 3 dənə bununla bağlı söz deyim. Yəni, daha doğrusu 3 nöqtəyi nəzərdən, 3 prizmadan izah edeyim. Biri bundan ibarətdir ki, yaxşı elə Peyğəmbər salavatullah fərz eləyək. Həzrət Əlinin bu günləri sevgi və məhəbbətin bizə tapşırıb. O xüsusi məkanda, o xüsusi zamanda, o xüsusi şəraitdə bütün səhabələrin arasından, qohum əqrabalarının arasından, bütün qəbilələrdən olan mömin və müsəlmanların arasından məhz Həzrəti Əlinin məxsus olaraq, xüsusi olaraq
sevgisin və məhəbbətin bizə tapşırması Həzrəti Əlinin hamısından üstün olmasına dəlalət eləmir. Əslində bu kifayət eləyir elə. Bu bəsdir. Yəni bir insanın Əli aşıqı olması üçün bu yetərlidir. Bu kifayətdir ki, xüsusi şəraitdə, xüsusi məkanda, xüsusi zamanda, özdə Peyğəmbər sallallahu xütbəsinin əvvəli hamısı bilir onu. Əvvəli belə başladı. Dedi, ola bilsin ki, mən sizin aranızda bundan sonra çox qalmayayım. Vidalaşır Peyğəmbər. Xudafizləşir Peyğəmbər. Müsəlmanlardan ayrılır Peyğəmbər sallallahu aleyhi və aleyhi. Bu cür başlayır sözünə. Ola bilsin mən sizin aranızda çox olmayayım bundan sonra. Artıq vida vaxtıdır. O zaman nə dedisə deməli bizə əmanət tapşırır, vəsiyyət eləyir bizə. Elə Həzrət Əlinin sevgi və məhəbbətin bizə o məxsus gündə, o xüsusi şəraitdə tapşırırsa, elə bu kifayətdir Əli aşiq olmağa. Bu bir. İkincisi, əzizlərim, sevgi və məhəbbət özü nə deməkdir? Bu sözü hamımız işlədirik, sevgi və məhəbbət. Mən səni sevirəm, bu ata oğulu sevir, oğul atanı sevir. Bu sevgi nə olan şeydir? Sevgi, əzizlərim, ərəbcə deyərlər ki, təalluqul qəlb, təalluqul qəlb. Ürəyin bağlılığı, ürək bağına sevgi deyərlər. Sən kimi sevirsənsə, ürəyin ona bağlanır. Nəyi sevirsənsə, ürəyin ona bağlanır. Bax, buna görə, əzizlər, böylərimiz, məsumlarımız, alimlərimiz, ariflərimiz dönə-dönə tapşırıblar ki, müvəqqətiyə nə badə müvəqqətiyə bağlanasan, qəlbini bağlayasan. Çünki bir şey ki, müvəqqətidir, aradan gedəndir. Ona mən qəlbimi nəyə bağlayayım ki? Bir zamandan sonra artıq qəlbimin bağı boş qalacaq. Müvəqqətiyə bağlamışam axı, hə? Aradan gedəcək. Gözəllikdir, müvəqqətidir. Ona ürək bağlamağa dəymir. 5 ildən sonra ürəyin qırılacaq. Vəzifədir, dəymir, vallah dəymir. Çünki 5 il, 10 il, 15 il, 20 ildən sonra ürək bağın qırılacaq. Var dövlətdir, güc qüvvətdir, cavanlıqdır. Hamı müvəqqətidir, əzizlərim, hamı müvəqqətidir. Əbədi olan yalnız və yalnız Rəbbimizdir, Xaliqimizdir, o daimidir. Ona görə ona ürək bağlayanlar xoşbəxt olublar, saadata yetiblər. Niyə? Çünki ürək bağları qırılmayıb, havada qalmayıb. Elə bir yerə bağlayıblar ki, o daimidir. Allah'a və Allahın razı qaldığı işlər əbədidir, əzizlərim, yadınızda qalsın. Ona görə Allah məhəbbəti alidir. Ona görə Peyğəmbər və Ali Peyğəmbər məhəbbəti alidir. Ona görə Qur'an məhəbbəti alidir. Ona görə vətən məhəbbəti alidir. Ona görə torpaq məhəbbəti alidir. Bəli. Çünki bu məhəbbətlərdən Allah razıdır. Ona görə ailə məhəbbəti alidir. Ona görə ata, ana, valideyn, övlad məhəbbəti alidir. Niyə? Çünki Allah buyurub o. O sevgi Allah sevgisidir. Ona görə əzizlərim, əgər Peyğəmbər salavatullah aleyh və aleyh, yenə deyirəm, fərz eləyək, bugün bizə tapşırıb ki, kim məni sevir, əlini sevsin, başqa sözlə Peyğəmbər salavatullah deyib ki, mənə ürək bağlayanlar əliyə ürək bağlasınlar. Qəlbimizi bağlayın əliyə. Elə kifayət edir, əzizlər. Bu kifayət edir. Ona görə Peyğəmbər salavatullah aleyh və aleyh, yenə deyirəm, təkrar deyirəm, əgər bizə Həzrət Əlinin sevgi və məhəbbətin bugün tapşırıbsa, yenə də bizə bu kifayət edir.